Salam. Bugün cəbrin ən sadə mövzularından biri olan həqiqi ədədləri keçəcəyik. Ümumiyyətlə, ədədlər iki yerə bölünür, bunu bilməlisiniz. Bir həqiqi ədədlər, bir də kompleks ədədlər. Kompleks ədədləri hələ bir müddət sonra keçəcəyik, bir 10 dərs sonra filan. Hələ ki, həqiqi ədədləri keçirik, yəni bugünkü mövzumuz həqiqi ədədlərdir. Həqiqi ədədlər özü də iki yerə bölünür. Uşaqlar, həqiqi ingiliscə real, ona görə r ilə qeyd olunur, real. Və real ədədlər Azərbaycan dilində də bilirsiniz. Ona görə r ilə qeyd olunur. Həqiqi ədədlər bugünkü dərsimiz iki yerə bölünür. Sol tərəfdə yazıram, baxın görün. Həqiqi ədədlər iki yerə bölünür. Rasional və irrasional. Bir də irrasional. Rasional ədədlər bildiklərimizdə ondan sonra danışaq. Gəlin irrasional. İrrasional ədədlərin elə burada danışaq. Cəmi 2 dənə növ var. Diqqətli olun. Cəmi 2 dənə növ var. Birinci növü kökdən çıxmayan ədədlər. Məsələn, uşaqlar bilirik axı, kök 4-dən 2 çıxır, kök 9-dan 3 çıxır. Bunlar rasional sayılır. Amma bilirik ki, kök 2-dən heç nə çıxmır, kök 3-dən heç nə çıxmır, kök 7-dən heç nə çıxmır. Məsələn, kök 10-dan heç nə çıxmır, amma kök 16-dan bilirik ki, ədəd çıxır. Bildiniz, birinci növü kökdən çıxmayan ədədlərdir. Kökdən çıxmayan ədədlər. İrrasional ədədlərin cəmi 2 dənə növ var. İkinci növdə odur ki, uşaqlar sonsuz getsin. Sonsuz, nə bilim, məsələn, 0,3, 2, 1, 7, 5 nöqtələr sonsuz getsin. Amma qətiyyən təkrarlanma olmasın. Baxın, sonsuz gedib təkrarlanma varsa bu rasionaldır. Amma ümumiyyətlə sonsuz gedirsə bu irrasionaldır. Ən çox istifadə olunan nümunə də pi ilə y-dir. Çünki pi də sonsuz gedən bir ədəddir, y də sonsuz gedən bir ədəddir. Pi 3,14-dür. Yəni 3-cü ayın 14-ü. Həmişə qeyd edirik uşaqlar. 14 mart. 14 mart pi günü, gülüş günü, riyaziyyat günü. Baxın bu uşaqlar. 3,14, amma ardı davam edir. Kalkulyatora vurub yoxlaya bilərsiniz. Y də 2,71, amma ardı sonsuz davam edir. Bir dənə vurun, hətta kalkulyatorun və ya nəyinsə ekranına belə yerləşmir də. Bildinizmi, cəmi 2 dənə növ var. Bir kökdən çıxmayan, bir də sonsuz gedən. Bəs rasionallar nədir? Bu irrasional danışdıq, bitirdik. Baxın uşaqlar, bunu bitirdik. İndi rasional haqqında danışırıq. Rasional ədədlər bildiyimiz mənfi ədədlər, sıfır, müsbət ədədlər, mənfi tamlı ədəd də ola bilər, müsbət tamlı ədəd də ola bilər, dövrü kəsirlər də ola bilər, kəsirlər özü də ola bilər. Bildinizmi? Bunlar hamısı nədir? Rasional ədədlərdir. İndi keçək ardını davam edək. Rasionalla irrasionalın fərqini bildiniz. İndi ikinci qayda dedim. Üçüncü qaydanı deyirəm. Uşaqlar, rasional r ilə qeyd olunmur. Baxın, r ilə həqiqi ədədi qeyd edirik. Ona görə rasional daha ikisi də r olmur da. Bunlar kü deyirik. Kü, yəni q deyirəm, buna i deyirəm. Rasional ədədlərə kü deyirəm. İndi bura baxın görüm. 2 dənə rasionalın cəmi, hasili, fərqi, nisbəti, yəni hamısı həmişə rasional olur. Bir dənə nümunə göstərim. Məsələn, 3 bildiyimiz ədəddir, 8 də bildiyimiz ədəddir. Toplayanda necə eləyir? Bildiyimiz ədəd. Yəni həmişə rasional eləyəcək. Amma deyir ki, bir dənə rasionalla, bir dənə irrasionalın cəmi həmişə irrasional olur. Gəlin baxaq. Bildiyimiz ədəd 3-dür, amma irrasional bir dənə ədəd deyim kök 2. Uşaqlar, bunların cəmi bir dənə mənfi ortaya girib bütün ifadəni mənfiyə çevirir. Həmişə irrasionaldır. Uşaqlar, bu arada təkcə cəmi yox, fərqi də, hasili də, nisbəti də. Bəs bu qayda. Üçüncü qaydanı artıq sağda yazıram, çünki vacib qaydadır. 2 dənə irrasionalın cəmində həmişə sözün yazmayacağım. Bura baxın sol tərəfə. Sol tərəfdə həmişə sözləri var, amma üçüncü qaydada həmişə sözü yoxdur. Çünki irrasional da ola bilər. Ola bilər. Çünki həmişə bir qiyməti almır. Rasional da ola bilər. İndi nümunə göstərim. Təbii ki, irrasional ədəd bir dənə kök 2 götürün, bir dənə də kök 3. Cəmi necə oldu uşaqlar? İkisi də kökdən çıxmayan ədəd oldu, irrasional. İndi gəl ikinci nümunə göstərim ki, 2 dənə irrasionalın cəmi əlimə baxın, rasional olsun. Sizlə danışa-danışa. Kök 2 irrasionaldır, düzdür? Mənfi kök 2 də irrasionaldırmı? Kökdən çıxmır da. Bunları cəmləsəm, əks ədədlərin cəmi 0 eləyirmi? Biz də bilirik ki, bildiyimiz ədədlər rasional ədəddir. 0 rasionaldır. Gördünüzmü? 2 dənə irrasionalın cəmi irrasional da ola bilər.
eynən 0 olub rasional da ola bilər. Yəni, ikisi də ola bilər. Bu qaydada yəni həmişə sözünü istifadə eləmirəm. İkisi də ola bilər. Dördüncü qayda. Həmişə, hər dəfə imtahana düşən qaydadır. Sizə rasional ədəd verir. Məsələn, deyir 7 çıx kök 2. Deyir bunu rasionala çevir. Uşaqlar, irrasional bir şey verir. Deyir bunu rasionala çevirin. Siz nə edirsiniz? Qoşmasına vurursunuz. Qoşma da bunun əks işarəsidir. Yəni 7 çıx kök 2-ni 7 üstə gəl kök 2-yə vurmalısınız. Kökün əks işarəsinə. Biz də bilirik ki, A çıx B, A üstə gəl B. Hansı müxtəsər vurma düsturudur? Birincinin kvadratı çıx ikincinin kvadratı. Həmişə çıxda, düsturda götürüb toplama yazmayın, həmişə çıxdı. İndi burada 7-nin kvadratından kök 2-nin kvadratını çıxacam. Biz bilirik ki, 7-nin kvadratı 49-dur. Köklə kvadrat bir-birini itirir, 2 qalır. 49-dan 2 çıxanda 47. Bir dənə də nümunə göstərim. Elə yazılanı göstərəcəm. 5 çıx kök 3, 5 üstə gəl kök 3. Biz də bilirik ki, A kvadrat çıx B kvadrat düsturudur. 5-in kvadratından kök 3-ün kvadratını çıxacam. 5-in kvadratı 25 eləyir. Köklə kvadrat bir-birini itirir, 3 qalır. 25-dən 3-ü çıxanda 22 eləyir. Gördünüz uşaqlar, həqiqətən irrasional ədədi döndərdik rasional ədədə. Necə? Qoşmasına vuraraq. Qoşma da bildiniz uşaqlar, bir dənə kökün qarşısındakı işarəsini dəyişirsiniz, olur qoşma. Məsələn, 3 üstə gəl kök 5. Bunun qoşması deyəndə kök 5-in işarəsini dəyişəcəm, mənfi kök 5 eləyəcəm. Belə. Bildinizmi? O da olur A kvadrat çıx B kvadrat, yəni 9 çıx 5 eləyir 4. Diqqətli olun. 5-ci qaydanı da keçim. Daha bu səhifədə var. Amma düşmür. Onda o biri bölməyə düşür. Uşaqlar, o biri bölmədə izah edəcəm. O biri bölməyə düşür. İlk 4 qaydanı izah edirəm. Bir də indi modul keçirəm sizə. Modul, diqqətli olun. Mənfi müsbət ədədləri amma bilməlisiniz. Elə indi izah edəcəm. Hamısını indi izah edirəm. Modulda daxil olmaqla. 10 uşaqlar 12-yə qədər indi 12 də daxil olmaqla indi izah edəcəm. Bura baxın görüm. Biz bilirik ki 5-ci qaydanı izah edirəm. Tutaq ki 3/7 3 ilə 4-ün arasında yerləşir də. Bəs mənfi 3/7 deyəndə yenə uşaqlar mənfi 3 ilə mənfi 4. Sadəcə qabaqlarına mənfi atın. Bildinizmi? Amma biz bilirik ki mənfi 4 daha kiçikdir. Kiçiyi bu yanda yazıram. Uşaqlar həmişə kiçiyi sol tərəfdə yazıram. Böyüyü sağ tərəfdə yazıram. Bildiniz? Gəlin ədəd oxunda göstərim. Ədəd oxu olarkən uşaqlar bu sol tərəfdə kiçiklər yazılır. Mənfi sonsuzluqlar yazılır. Sağ tərəfdə böyük ədədlər yazılır. Müsbət sonsuzluqlar yazılır. Ona görə mən mənfi 3 uşaqlar daha böyükdür. Bu yanda yazıram. Mənfi 4 daha kiçikdir. O yana yazıram. Bu yana keçdikcə uşaqlar mənfilər böyüyür. Mənfi 100, mənfi 1000 və 500 yazım ki, fərqlənsin. Bildinizmi? Bu yana getdikcə kiçilir. Yəni mənfi 7,2 mənfi 8 ilə mənfi 7-nin arasındadır. Bu da belə. Qarşılıqlı tərs ədədlər nəyə deyilir? Qaydadır. Tərs ədədlər nədir uşaqlar? Hasili 1-ə bərabər olan ədədlər. Baxın, ixtisar getsin, 1 qalsın. Məsələn, 8 ilə 8-də 1 tərsdir, çünki hasili 1-dir. 9 ilə 9-da 1 tərsdir, çünki hasili 1-dir. 7-də 1 ilə 7 tərsdir, çünki hasili 1 eləyir. Bəs məsələn, desən 4-də 3-ün tərsi, uşaqlar, tərsinə çevirin. Elə heç nə, bunu tərsinə çevirin. 3-də 4-dür. Çünki baxın, hasili 1 eləyir. İndi bildinizmi, tərs ədədlər nəyə deyilir? Hasili 1-ə bərabər olan ədədlərə. Sol tərəfdə yazılır. Bəs indi 7-ci qayda əks ədədlər nəyə deyilir? Əks ədədlər uşaqlar, sizə demişəm, güzgüdə əksimizi görürük. Güzgü, əks. Məsələn, mən güzgünün sağ tərəfindəyəm, mən müsbət 5-əm. Onda güzgüdə mənim nəyimi göstərir? Mənfi 5-imi. Uşaqlar, mən güzgünün sol tərəfindəyəm, mənfi 3-əm. Onda güzgü məndə nə göstərir? 3. Bildinizmi? Güzgü də yəni nədirsə əksini göstərir. Mən güzgüdən uzaqlaşanda kölgəm də uzaqlaşır. Mən güzgüyə yaxınlaşanda kölgəm də, yəni əksim də yaxınlaşır. Onda baxaq da əks ədədlər bildikmi nələrdir? Bunlar. Yəni qabağına bir dənə mənfi atırsız olur əks ədəd. Məsələn, 7 ilə mənfi 7 əksdir. Mənfi 9 ilə 9 əksdir. İndi baxın. Əks ədədlərin cəmləyəndə ilə güzgünün özünə gəlir, yəni 0. Bura baxın, əks ədədləri toplayanda güzgünün özü eləyir, yəni 0.
İndi mənfi 9 ilə 9-u toplayanda 0. Güzgün çünki özünə dəyir də. İkisində elə bir iki adamda üzbəüz gəlir, tak 0-a dəyir, yəni güzgüyə dəyir. 7-ci qaydanı da başa saldıq. 8-ci qayda. Kökdən çıxarma və ya kökə salma qaydası. Adına yazıram uşaqlar. Kökdən çıxar, bir də kökə salma qaydası. Birinci kökdən çıxarmağa baxaq. Məsələn, verib ki, kök altda 54. 9 vuraq 6, 54 edir də, elədir. Kök altda 9-dan 3 çıxır, amma kök altda altdan neçə çıxmır, axı elə də qalır. Məsələn, kök altda 32-ni də göstərək. Uşaqlar, kökdən çıxan 32-yə yaxın ən böyük ədədimiz 16. Vurulsun 2. Kök altda 16-dan 4 çıxır, amma kök 2-dən neçə çıxmır. Bəs indi kökə salma qaydası. Məsələn, deyir 5 kök 2-ni kökün içinə sal. Uşaqlar, burada diqqətli olun artıq 8-in ikinci hissəsin. Məsələn, 8-i kökün içinə salanda kvadrata qalxır, görün. Kök altda 64 olur. Həmişə kvadrata qalxır. Məsələn, 7-ni kökün içinə salanda kök altda 49 eləyir, yəni kvadrata qalxır. Yaxşımı uşaqlar, kök altda 49-dan 7 çıxır, kök altda 64-dan 8 çıxır. Yəni kökün içində kvadratını yazıram. 3 kök altda neçədir? 9. 2 kök altda neçədir? 4 deməkdir. Bərabərdir uşaqlar, ortada bərabərdir. Nə bilim, 5 kök altda neçə deməkdir? 25 deməkdir. Yəni kökün içinə salanda nə olur? Kvadrata qalxır. İndi mən burada qırmızı ilə göstərirəm. 5-i kökün içinə salıramsa kvadrata qaldıracağam. Kök altda 25 eləyəcəm. Bir də kökün içində 2 var da. 25-i 2-yə vuranda 50. Oldu, kök altda 50. İndi 7 kök 3-ü gəlin salmağa çalışaq kökün içinə. 7 kök 3. Biz dedik ki, kökün içində hər şey kvadrata qalxır. 7-nin kvadratı neçə eləyir? 49. 3 onsuz kökün içindədir. 49 3-ə vuranda 27, 147. Anladınız mı? İnşallah ki, anladınız. 9-cu sual. Müqayisələri bilirsiniz məncə. Baxın görüm. 4 3-dən böyükdür, 5-dən kiçikdir. Mənfi 4 deyəndə uşaqlar yenə qabaqlarına mənfi atacaq. Mənfi 3, mənfi 5. Amma bilirik ki, mənfi 5 daha kiçikdir. Mənfi 5-i bu yanda yazıram, mənfi 3-ü də bu yanda yazıram. Anladınız mı? Yəni, qırağa ayırın, görün hansı kiçikdir. Biz bilirik ki, mənfi 5 daha kiçikdir. Sonra mütləq xəta, nisbi xəta yoxdur, düşmür. Modul. Ən sevdiyimiz modul. Uşaqlar, modul o deməkdir ki, gəlin üstündən oxuyaq. Koordinat başlanğıcından olan məsafəyə modul deyilir. Məsələn, 0-dan 3-ə qədər 0-dır, 3. 3-ə qədər məsafə 3 cm-dir. Yəni, bu məsafəyə modul deyirik. Eynən uşaqlar, mənfi 3-ə qədər güya məsafə nədir ki? 3 cm geri gedib də. Maşın elə bir 3 km geri gedəndə deyirsiniz mənfi. Yox. İkisi də müsbət olur. Ona görə modul müsbətdir də. Yəni, uşaqlar, məsafə heç vaxt mənfi olmur deyə modul da hər şeyi müsbətləşdirir. Anladınız mı? Məsələn, maşın 0-dan mənfi 7 koordinatına gedibsə, əslində neçə kilometr gedib? 7 kilometr. Maşın 0-dan mənfi 3 koordinatına gedibsə, 3 kilometr gedib. Maşın 0-dan 5-ə qədər gəlibsə, elə 5 kilometr gedib. Yəni, yolunu göstərir. Maşın 0-dan 27-yə gəlibsə, 27 kilometr gedib də. Koordinat başlanğıcından. O cümləni unutmayın. 0-dan yəni 0. İndi A-nı izah elədik B. Uşaqlar, bəzən bax, bu sırf ədəddir, qiymətdir, qiymət. Qiymət veriləndə həmişə nə olur? Müsbətləşdirir. Amma ikinci qayda dəyişən qaydasıdır, dəyişən. Bəs dəyişən, yəni x, y ifadədə, yəni uşaqlar, ifadə veriləndə. Kökün içində ifadə veriləndə ona şərt vermək lazımdır. Əgər, Azərbaycan dilində bilirsiniz də, şərt cümləsi əgər və ingiliscəsində if. Əgər x müsbətdirsə, uşaqlar müsbətlə çıxır. Əgər x özü qaydada uşaqlar özü verir. Deyir ki, x 0-dan böyükdürmü, yoxsa kiçikdirmi? Orada özü verir, yəni misalda özü verir. Desək ki, əgər mənfidir uşaqlar, mənfi ilə çıxır, mənfi x. Bu qədər sadə anladınız. Əgər ifadəni müsbət veribsə, müsbət ilə çıxır, mənfi veribsə, mənfi ilə çıxır. B qaydası budur. İndi C qaydasını başa salıram. C qaydası əslində B qaydasının epeynisidir. Sadəcə biz sizin gözünüzdə rahatlaşdırmaq üçün belə demişik. Fərq görürsünüz. Yazılıb x çıx y. Uşaqlar, elə birbaşa AB ilə izah edeyim ki, çaşmayasınız. Yazılıb A çıx B.
Uşaqlar, böyük ədəddən kiçik ədədi çıxanda, məsələn 3-dən 2 çıxın, müsbət eləyir. Əgər müsbətdirsə uşaqlar, gördüyünüz ifadənin özünü çıxarırsınız çölə. Yaxşımı? Şərt verdik yəni. Əgər deyir ki, A B-dən kiçikdir. Yəni uşaqlar 2-dən 3-ü çıxın, kiçikdən böyüyü çıxın, mənfi eləyir. Mənfi olanda yerini dəyişirik. Bu nədən elə irəli gəlir? Uşaqlar, incə demədik, mənfidirsə baxın, ikinci qaydada, B qaydasında mənfi ilə çıxarın. A çıx B-ni mənfi ilə çıxaranda olur mənfi A. Mənfi nə deməkdir? Müsbət B. Mən də həmişə demişəm ki, birinci müsbəti yazın, sonra mənfini yazın. B çıx A. Anladınızmı? Sarı ilə göstərəcəm. A çıx B, əgər mənfidirsə olur dönür B çıxa. Müsbətdirsə özü qalır, müsbət ilə çıxır. Mənfidirsə uşaqlar, şərti də üstündə yazdım, kruklayım da doğrusu. Müsbətdirsə özü çıxır, mənfidirsə mənfi ilə çıxır. Amma biz bunu bəzən asanlaşdırıb deyirik ki, uşaqlar, mənfidirsə yerini dəyişin. Yəni tərsdən oxuyun da, A çıx B yox, B çıx A. Yəni birbaş ilə B çıx A. Məsələn, uşaqlar, bura baxın, X çıx Y. Deyirsə ki, mənfidir yerini dəyişin də, Y çıx X. Anladınızmı? X çıx 3. Deyirsə ki, X 3-dən kiçikdir. Biz də bilirik ki, məsələn, 0-dan 3 çıxanda mənfi ədəd edir də. Mənfidirsə yerini dəyişməliyəm. 3 çıx X eləyəcəm. Məsələn, əlimə baxın. Deyir 2 çıx X. Deyir X 2-dən böyükdür. 2-dən daha böyük ədəd çıxanda, məsələn, 7 çıxanda mənfi eləyir. Mənfidirsə uşaqlar yerini dəyişib çıxarın da. Anladınızmı? Yəni, mənfi bir şey gördünüzsə yerini dəyişə də bilərsiniz və ya qabağına mənfi ata da bilərsiniz. Öz istəyinizdir, cavab yenə eyni alınır. Baxın, görün. Yəni, yerini dəyişəndə də B çıxa olur. Qabağına mənfi atıb uzun-uzun hesablasaz da B çıxa olur. Deməli, 12-ci qayda, sonuncu qaydamızda deyək, keçək nümunələrə baxaq. Getdik. Uşaqlar, sizə həmişə demişəm, tərəzinin qollarına. Biri var bir dənə nəsə qoyun, biri var 2 dənə nəsə qoyun. Hansı ağır olar? Təbii ki, 2 dənə. Yəni, bu daha ağır olacaq. Anladınızmı? Biri var 1 dənə modul, biri var 2 dənə modul. 2 dənə modul daha ağır olacaq. Amma təbii ki, bərabər ola da bilər. Müsbət ədədlərin cəmi elə modullarının cəmi elə cəminin moduluna bərabərdir. 12-ci qaydanın bu hissəsi çox vacibdir. Bu əslində başqa bir qaydadır. Diqqətli olun. Uşaqlar, 2 dənə modulun cəmini 0-a bərabər eləyibsə və ya 2 dənə kökün cəmini 0-a bərabər eləyibsə, diqqətli olun, həmişə buraxılışa düşüb. Deməli, bunların içi 0-dır da uşaqlar. 0-ın üstünə 0 gələndə 0 eləyər də. Kök altda 0-ın üstünə 0 gələndə 0 eləyər. Yaxşı. Yəni, müsbət ədədlərin cəmi 0-dırsa, elə bu ədədlər 0-ın özüdür. 0 düzdür başlanğıc sayılır. Nə müsbət, nə mənfi sayılır. Biz bilirik ki, modul da 0 alır. Kök də 0 alır. Yəni, yalnızca içini 0-a bərabər eləsəz, cəm 0 olar. Başqa heç bir halda yox. İçini 0-a bərabər eləməlisiniz ki, cəmi 0 olsun. Qaydalar bu qədər. Keçək, testə baxaq. Aha, davam edək. Rasional ədədlər. Birinci bölmə rasional ədədlərdir. Birinci sual. Yəni, ədəd oxu üstündə uşaqlar ədədlərin harada yerləşəcəyini göstərəcəyik. Deyir ki, birinci sual. Ədəd oxunda 13 ədədindən, ədəd oxunu düz çəkim ki, düz anlayın. 13 ədədindən, burada 0 elə belə sizin üçün qeyd edeyim. Söhbət 13 ədədindən gedir. Müsbət ədədlər 0-dan sağda yerləşir, mənfi ədədlər solda yerləşir. Müsbət sonsuzluq sağ tərəfdir, mənfi sonsuzluq sol tərəfdir. Deyir 13-dən 18 vahid məsafə. Uşaqlar, maşın 18 vahid sağa da gedə bilər, yəni irəli də gedə bilər. 18 vahid geri də gedə bilər. 13-ün üstünə 18 gələndə 31, yəni 18 kilometr gəlsə, gəlib 31-ci kilometrdə dayanacaq. 18 kilometr geri getsə, mənfi 5, gəlib mənfi 5 nöqtəsində dayanacaq. Mənfi də 0-dan soldadır, mənfi 5. Əgər 18 kilometr, gözləyin uşaqlar, məsafəni düz göstərim. Əgər 18 kilometr getsə, sağa getsə 31-də, sola getsə, mənfi 5-də gəlib dayanacaq. Məsafəni ilə qoyun ki, sizə bərabər görünsün. Belə. 0, mənfi 5. Uşaqlar, yəni
18 geri getsə mənfi 5 nöqtəsinə gəlib dayanacaq. 18 irəli getsə 31-də dayanacaq. Adam buradadır. 13-ün üstündədir adam. Və bizə deyir ki, amma 18 vahid getməsin. 18-dən kiçik getsin. Yəni tam 31-ə gedib çatmasın. Tam mənfi 5-ə də gedib çatmasın. Bu aralıqda bir şey olsun. Mənfi 5 ilə 31-in arasında olsun. Baxın. Tam gedib çatmasın. Oxuyun cümləni deyir, kiçik məsafədə. İndi variantlara baxın. 32, 31, mənfi 5, mənfi 4, mənfi 6. Uşaqlar, 32 bu aralıqda deyil. 31 bu aralıqda deyil. Aralıq lazımdır. Mənfi 5 bu aralıqda deyil. Aha, mənfi 4 bu aralıqdadır. Mənfi 6 da bu aralıqda deyil. Cavab oldu D variantı. Üçüncü sual. Ədəd oxunda n ədədindən bir dənə n ədədi götürün. N ədədindən 2n vahid. Biz dedik yenə də 2n irəli də gedə bilər, 2n geri də gedə bilər. İrəli getsə 3n nöqtəsinə gəlir. Bir dənə n-dən 2 dənə n çıxanda mənfi n nöqtəsinə gəlir. Burada adam durub və ya maşın durub, nədirsə. 2n irəli gedib 3n-ə gələ bilər, 2n geri gedib mənfi n-ə gələ bilər. İndi deyir ki, oxuyun sualı, böyük məsafə 2n-dən daha çox getsin. Uşaqlar deyir, mənfi 3n-də dayanmasın, daha çox getsin. Burada da deyir, mənfi n-də dayanmasın, daha çox getsin. Bayaq dedim, sıfırdan sağa müsbət sonsuzluqdur, sola mənfi sonsuzluqdur. Gəlin görək bizim işarələdiyimiz aralıq nədir? Mənfi sonsuzluqdan mənfi n-ə qədər. Çünki mənfi n-i alsa, artıq 2n məsafə getmiş olur. Deyir, çox getsin. Bir də uşaqlar haran ştrixləmişik? 3n-dən sağa, yəni 3n-dən müsbət sonsuzluğa. Ştrixlədiyim hissəyə baxın. Oldu A variantı. 5-ci sual. Diqqətli olun, yeni tipli sualdır. Böyük uşaqlar, ədəd saymayın, aralıq sayın. Deyir, A və B arasında 13 bərabər hissə var. A-dan B-yə qədər saysaz, həqiqətən də 13 dənədir. Onda gəlin 0-dan 1-ə qədər sayım. 1, 2, 3, 4. Uşaqlar, bax yazıram 5-ci sualı. 4 dənə ara məsafəsinə yazıb ki 1. Yəni 4 dənə ara məsafə gəlir 1 kilometr və ya 1 santimetr. Necə istəyirsə yazın. Onda aranın biri 1/4-dürmü? Aranın biri 1/4-dür. Bizə deyir B. Gəlin birinci B-ni tapaq. B-yə uşaqlar göylə göstərəcəm. Görək 0-dan B-yə neçə dənə aradır? 1 dənə ara, 2 dənə ara, 3 dənə, 4 dənə, 5 dənə, 6 dənə, 7 dənə aradır. 7 dənə ara. Hər arada 4-də 1-dir. 7-ni 4-də 1-ə vuranda 4-də 7 edir. B nöqtəsini tapdıqca 4-də 7 nöqtəsidir. Biraz bazlaşdım istəyirsiniz. İndi A nöqtəsini gəlin tapaq. Narıncı ilə də A-nı yazaq. 0-dan görək 1, 2, 3, 4, 5, 6. A da 6 dənə aradır. Yəni aranın da biri 4-də 1-dir. Baxın, burada tapmışıq. 4-də 1 santimetrdir. 6-nı 4-də 1-ə vuranda 4-də 6 edir. Uşaqlar, 0-dan sola gedəndə mənfidirmi? Yəni sadəcə qabağına mənfi atıram. 0-dan sağda müsbət ədədlərdir. B sağdadır. Uşaqlar, müsbət 4-də 7-dir. Amma A soldadır, mənfi 4-də 6-dır. İndi bizə deyir ki, B çıxanı tapın. Şərtə baxın. B çıxanı tapın. B-dən A-nı çıxacam. Yəni 4-də 7-dən çıxacam mənfi 4-də 6-nı. Uşaqlar, mənfi nə eləyir? Müsbət eləyir. 4-də 7-nin üstünə 4-də 6 gələndə 4-də 13. 13-ü 4-ə bölək. 3 tam 4-də 1, yəni 3 tam %25. 4-də 1-in 0 tam %25 olmağını əzbər bilməlisiniz. 5-də də oldu C variantı. 7-ci suala baxaq. Bu da maraqlıdır. 16 dənə deyir, bərabər hissəyə bölünüb. Özümüzdən ədəd verə bilərik. Hərəsinə 1 deyək. Deyir, C böl B-ni tapın. Gəlin, bax. 1, 2, 3, 4, 5, 6. C 6 dənə aralıqdır. B görək. 1, 2, 3. 3 dənə aralıqdır, amma 0-dan soldadırsa mənfidir. Uşaqlar, bir dənə bunu əzbərləyin, göylə göstərəcəm. 0-dan sağa müsbət ədəd olur. 0-dan sola mənfi ədəd olur. Bildiniz, sağa müsbət, sola mənfi. İndi B-ni 3 tapmadıq, mənfi 3 tapdıq. Çünki solda yerləşir. 6-nı mənfi 3-ə böləndə eləyir mənfi 2. Uşaqlar, müsbət ədədi mənfi ədədə böləndə mənfi eləyir. Cavab oldu B variantı.
8-ci sual coğrafiyada buna aid həmişə nə qədər suallar işləyirdik. Bunun atmosfer təzyiqinə gedən sualları var idi. Atmosfer təzyiqindən temperaturun əlaqəsi. Deyir dağın ətəyində, təbii ki dağı belə dik xətt çəkəcəyik, çünki riyaziyyatda belə çəkilir. Deyir ətəkdə, yəni aşağıda havanın temperaturu 6-dır, yuxarıda -13-dür. Gəlin görək neçə dərəcə dəyişib. Uşaqlar mənfi ilə müsbət ədədin arasında həmişə nə var? 0. Gəlin o 0 yazaq. Biz bilirik ki 0-dan 6-ya 6, 0-dan -13-ə 13, çünki məsafə həmişə müsbət olur da. 13-dən 6-nı toplayın, 19 dərəcə dəyişim olub. Bir də deyim uşaqlar, 6-dan -13-ə qədər 19 dərəcə dəyişim olub. Rahat görə bilərsiniz. Ümumiyyətlə həmişə dəyişimi neynirdik? Birindən o birisini çıxırıq da. Dəyişimi tapanda ikincidən birincinə həmişə çıxıram. Məsələn, uşaqlar 10 yaşım var, 17 yaşım olubsa 17-dən 10-u çıxıram. İndi 6 imiş, -13 olubsa ikincidən birincini çıxıram. -19 dərəcə, yəni 19 dərəcə azalıb deməkdir. Müsbət olsaydı artıb olardı. 19 dərəcə azalıb, bilmirik ki, neçə dağın bizdən hündürlüyünü istəyir uşaqlar. Neçə metr olduğunu bilmirəm. Amma deyir, hər 300 metrdə 1 dərəcə aşağı düşür. Anladınız mı? Uşaqlar tənasüb qurdum. Hər 300 metrdə 1 dərəcə aşağı düşürsə, 19 dərəcə aşağı düşəndə dağ neçə kilometr imiş və ya metr imiş. Çarpaz vururam. X bərabərdir 19 vur 300. X olur 57 yandı 2-dən 0 metr. 5700 metr və ya kilometrə çevirəndə 1000-ə bölürəm. 5,7 kilometr. Anladınız mı? Sadə sualdır. Dəyişimi tapanda ikincidən birincisini çıxıram. -13-dən 6-nı çıxıram ki, -19. Yəni 19 dərəcə azalıb. 19 dərəcə azalanda bilmirəm neçə metr yuxarı qalxıb. Amma bilirik ki, 1 dərəcə azalanda 300 metr hündürlük olur. Çarpaz tənasüb burada. İrrasional ədədlər. Rasional ədəd bu qədər. İrrasional ədəd birinci, ikinci sual. Deyir neçəsi rasionaldır? Kök altda 4-dən 2 çıxır. 27 3-ün kubudur. 3-cü dərəcədən 3-ün kubu. Uşaqlar, köklə dərəcə bir-birini itirir, 3 qalır. 3 də bildiyimiz ədəddir, rasionaldır. 2 kök 2 yerində qalır. 8-i 4 vur 2 yazaram, uşaqlar. Kök altda 4-dən 2 çıxır, amma kök altda 2-dən heç nə çıxmır. Yəni kök altda 8, 2 kök altda 2 deməkdir. Eyni ədəddən həmin ədədi çıxanda, yəni eyni ədəddən eyni ədəd çıxanda 0 edir. 0 da rasionaldır. Bir dənə irrasional ifadə görürəmsə irrasionaldır, bir dənə irrasional görürəmsə irrasionaldır. Deyir neçəsi rasionaldır? 3-ü. Deyir 2 dənə irrasional ədəddir. Biz də bilirik ki, 2 dənə irrasional, ikisi də ola bilər. Rasional da ola bilər, irrasional da ola bilər. Ola bilərləri cavab götürürəm. Ola bilər. Bax uşaqlar, həmişələri cavab götürmürəm, həmişə səhvdir. Bizə də deyir ki, hansı doğru deyil. Bura baxın, doğru deyil, yəni səhvdir. Bizdən səhvləri istəyir. Səhvlər hansıdır? 3-lə 4. Yəni 2 dənə səhvimiz var. Diqqətli olun, neçəsidir. Sonra 4-cü sual. Deyir, irrasional ifadələrdir. 4 uşaqlar, 4. Alfa ilə beta ikisi də irrasionaldır. Buraya yazaq, i. Bilək ki, alfa da irrasionaldır, beta da. Amma cəmi rasionaldır. Alfa çıx betanı da, uşaqlar bizə fərqi haqda heç nə deməyib, bilə bilmərik. Bizə deyir, neçəsi rasionaldır. Amma biz bunu bilmirik axı, bu rasionaldır, yoxsa irrasionaldır. Bunu uşaqlar alfa üstə gəl beta şəklində yaza bilərəm. Bu rasionaldır. Özü verib şərtdəki rasionaldır. Betanı da verib ki, irrasionaldır. Uşaqlar, bir dənə irrasional ortaya girdisə, ifadəni irrasional edirmi? Bir uşaq deyirdim, bir dənə kök bütün ifadəni dəyişir də, mənfiləşdirir. Bu da irrasionaldır. Burada 4 alfa üstə gəl 4 beta, üstə gəl alfa yazaram. Alfa üstə gəl beta rasionaldır, amma alfanın özü irrasionaldır. Yenə bir dənə irrasional bütün misalı irrasional edir. 4-cünü sağda yazıb açaq. 4-cünün 4-cüsünü yazıram. Uşaqlar, birincini birinciyə vururam. İkincini ikinciyə vururam.
Burada alfalar gedir, qalır 2 dənə beta. Burada betalar gedir, qalır 2 dənə alfa. 2-ni ortaq çıxaranda qalır beta üstəgəl alfa. Bizə də deyib ki, bu rasionaldır. 2 də rasionaldır. Biz də bilirik ki, 2 dənə rasional həmişə rasional olur. Bizdən də rasionalı istədiyinə görə göylə göstərəcəm. Bax, rasionalı istəyir. Bu %100 rasional ədəddir. Gözləyin, 4-cü rasional ədəddir. 5-cini burada yazım. Düstur nədir? Bir dəfə çıxıram, bir dəfə toplayıram. Uşaqlar, bunu bilirəm ki, rasionaldır. Amma bunu bilmirəm axı. Demək ki, fikir bildirə bilmərəm. Yalnızca biri. Yəni, bir dənə 4-cü ödənir. Bizdən də sayını istəyir deyə, uşaqlar. Bizdən də sayını istəyir deyə bir dənə götürürük. Baxırıq 8-ci və 10-cu sual. Deyir ki, qaydada demişəm. Deyir, kökçü çıx biri alfaya vuranda rasional olur. Biz də bilirik ki, irrasional ifadəni ancaq nəyə vuranda? Qoşmasına vuranda. Bunun da qoşmasında ikincinin işarəsini dəyişirik həmişə. Qoşması budur. Belə olanda irrasional ifadəni qoşmasına vuranda olur necə ifadə? Rasional ifadə. Deməli, alfanı tapdıq ki, alfa nəymiş? Qoşması, yəni kökçü üstəgəl 1. Bütün alfaların yerinə kökçü üstəgəl 1 qoyacağım. 2-ni kökçü üstəgəl 1-ə vuranda bu irrasionaldır. Rasionalı irrasionala vuranda irrasional edir. Burada da kökçünü vururam kökçü üstəgəl 1-ə. Gəlin yazım, kökçünü vururam kökçü üstəgəl 1-ə. Kökçünü kökçüyə vuranda 2 eləyir. Kökçünü 1-ə vuranda kökçü eləyir. Uşaqlar, bir dənə rasional, bir dənə irrasionalı verir. Sonra alfa kökçü üstəgəl 1-dir. Kökçü üstəgəl 1-i kökçü üstəgəl 1-ə eyni ədədə böləndə 1 eləyir. Yəni rasionaldır. Bu ödəyir. 2 çıx kökçünü vururuq kökçü çıx 1-ə. Kökçü üstəgəl 1-ə uşaqlar, üstəgəl 1-dir. Bir-bir mötərizəni vuraq açaq da. 2-ni kökçüyə vuranda 2 kökçü. 2-ni 1-ə vuranda 2. Mənfi 2-ni kökçüyə vuranda mənfi 2 kökçü. Mənfi kökçünü 1-ə vuranda mənfi kökçü. Uşaqlar, bunlar gedir. Qalır 2 çıx kökçü. Kök görürəmsə, demək ki, irrasionaldır. Sonra deyir ki, 5-cini uşaqlar sağda yazıram. 8-in 5-cisini burada yazıram. Kökçü çıx 1-in kvadratı deyir. Vurulsun, alfa nədir? Kökçü üstəgəl 1 kvadratı. Eyni dərəcə görürəmsə, uşaqlar, elə bil ki, vurub dərəcəni yuxarıdan yaza bilərəm. Bildiniz, A-nı B-yə vurub dərəcəni yuxarıdan yazacağım. Yəni, kökçü çıx 1-i, kökçü üstəgəl 1-ə vuracam. İkisi də kvadratdır deyə kvadratı yuxarıda yazacağam. A çıx B-ni A üstəgəl B-yə vuranda A kvadrat çıx B kvadrat eləyir. Bildiniz? Üstündə də kvadrat yazılıb, kvadrat yazıram. Kökçünün kvadratı 2-dir, 1-in kvadratı 1-dir. Üstündə də kvadrat yazılıb. 2-dən 1-i çıxanda 1, 1-in istənilən dərəcəsi uşaqlar həmişə 1-dir. 1 də necə ədəddir? Rasional. Bizdən də soruşur ki, neçəsi rasionaldır? 3-cü ilə 5-ci, yəni ikisi. Göylə göstərəcəm. Yəni ikisi rasionaldır. Sonra 10-cu sual. Yeni tipli sualdır, diqqətli olun. Deyir ki, 2 rəqəmli natural ədəd üçün. Ümumiyyətlə görək 2 rəqəmli neçədən natural ədədimiz var? Bilirik ki, 2 rəqəmli ədədlər 11, 10-dan başlayır, 99 da daxil olmaqla. Biz də bilirik ki, 1-dən 5-ə qədər uşaqlar saya bilirsiniz də, neçədən ədəd var? Çıxırıq, üstünə 1 gəlirik, yaxşı? Fərqin üstünə 1 gəlirəm. İndi burada 99-dan 10-u çıxın, üstünə 1 gəlin. Yəni 90 dənə ədəd var. Bu aralıqda 90 dənə 2 rəqəmli ədəd var. Bildiniz uşaqlar, sondan ilki çıxıb üstünə 1 gəlirəm ki, 90 dənə 2 rəqəmli ədədimiz var. Və deyir, bunlardan neçəsi irrasional, AB irrasional ədəddirsə, neçə fərqli AB ədəd? İrrasionalları tap deyir. Uşaqlar, bax, kök adda 10, kök adda 11, 12 və s. Kök adda 16 və s. Deyir, bunlardan neçəsi irrasional? İrrasional kökdən çıxmayan deməkdir. Gəlin onda kökdən çıxanları tapaq da, çünki azda axı. Kök adda 10 və ondan böyük hansılar kökdən çıxır? Kök adda 16 uşaqlar 4-ün kvadratıdır. Bu 4-ün kvadratıdırsa 5-in kvadratı
kök altı 25, 6-nın kvadratı kök altı 7-nin kvadratı kök altı 49, 8-in kvadratı kök altı 64, 9-un kvadratı kök altı 81, 10-un kvadratı artıq kök altı 100 eləyir. Baxın, 2 rəqəmli ədəd eləmir. Bizə deyir kökün altında 2 rəqəmli ədəd olsun. Neçə dənə oldu? Rasional. Bunlar rasionaldır. 1, 2, 3, 4, 5, 6. Uşaqlar, 90 dənə 2 rəqəmli ədəddən kökün altından çıxanlar ancaq budur, 6 dənəsi. Onda neçə dənəsi kökün altından çıxmır? 84 dənəsi. Kökün altından çıxmayan ədəddir, irrasional ədəddir. Yəni, irrasionalların sayı 84 dənədir. İndi moduldan danışaq. Qəşəng bir şeydir. Baxaq elə birinci suala. Deyir, x mənfidir və modulu 3-dür. Uşaqlar, biz bilirik ki, nəyin modulu 3-dür? Bir müsbət üçün, bir də mənfi üçün. Bizə də deyir, x mənfidir. Ona görə mənfisini götürəcəm. Özü deyir, baxın, şərt verib ki, x mənfidir. Mənfi 3-ü götürürəm. Y-in modulu 1-dir, yəni 1 də ola bilər, mənfi 1 də ola bilər. Z də mənfi 3-dür, deyir, bunu hesablayın. Yazıram. X-i qeyd elədik ki, mənfi 3-dür. Y-in modulu 1-dir. Uşaqlar, qayda deyirəm. Cüt dərəcə elə modulunun dərəcəsidir. Yaxşı. Məsələn, y üstü 4 elə modulun üstü 4 deməkdir. Bir neçə də nümunə yazım. Cüt dərəcə elə modulun dərəcəsidir. Yəni, y üstü 8 elə y-in modulunun dərəcəsidir. Yəni, bu modul y-in kvadratıdır. Modul y-də neçə verib? 1. Yəni, 1-in kvadratıdır. Modul z. Z mənfi 3-dür. Mənfi 3-ün modulunu tapacaq. Getdik. Mənfi 3-ü 1-ə vuranda mənfi 3 eləyir. Nəyinsə modulu müsbət eləyir. Ədədin modulu müsbət eləyir. 3-ə böləndə o da eləyir mənfi 1. Cavab oldu C variantı. Diqqətli olun. 3-ün 2-yə baxaq, 3-ə baxaq, 3-ə baxaq. Deyir ki, uşaqlar, kvadrat həmişə müsbətdir. Üstünə də hələ müsbət edəcək. Yəni, %100 bunlar müsbətdir də. Müsbət ifadə olduğu kimi çıxırmı? Birinci ifadəni olduğu kimi çıxaram. İndi buna baxım. Dərəcələr müsbətdir, amma qabaqlarında mənfi var. Yəni, ifadə mənfidir. Mənfidirsə, uşaqlar, mənfi ilə çıxır da, düzdür? Bu ifadəni bütövlükdə mənfi ilə çıxardacam. Baxın, burada çıx var. Çıxı yazıram. Və bu ifadənin qabağına hələ bir dənə də mənfi yazıram və çıxaram. Bu ifadə, uşaqlar, mənfidir. Özü bax, mənfidir. Mənfi 2a üstü 4-ü mənfiyə vuranda müsbət 2a üstü 4 eləyir. Mənfi 3a-nın kvadratını mənfiyə vuranda müsbət 3a-nın kvadratı eləyir. Mənfi 11-i mənfiyə vuranda müsbət 11 eləyir. Hamı anladı mı? Yəni, içini mənfiyə vurdum, çıxartdım. Mənfi ilə çıxartdım. Mənfiyə vurdum, bir-bir elə çıxartdım. İndi baxaq, 2a üstü 4-lər gedir. 3a-nın kvadratından 3a-nın kvadratı, uşaqlar, ortada çıxdı ona görə. Bu da getdi. 4 çıx 11. 4-dən də 11-i çıxanda mənfi 7. Cavab qaldı A variantı. 5-ciyə də baxaq. Özümüzdən rəqəm verək. 3-dən böyük 4 var, 4-dən böyük 5 var. Qoyaq yerinə. 4-dən 5-i çıxanda mənfi edir. Sizə sadəcə işarəsi lazımdır. 5-dən 1-i çıxanda müsbət eləyir. 3-dən 4-ü çıxanda mənfi eləyir. Uşaqlar, bunları qoydum yerinə. İndi baxaq 5-ci suala. Mənfidirsə, bu yandan oxuyurdum. N çıx M çıxarıram. Müsbətdirsə olduğu kimi çıxarıram. Mötərizədə ifadə həmişə mötərizədə çıxır. Bu mənfidir deyə yerini dəyişib çıxarıram. Yəni, tərsdən oxuyub çıxarıram. Uşaqlar, M çıx 3. M çıx 3. Yenə mötərizədə çıxarıram. Üstə gəl 1. Uşaqlar, alınır N çıx M. Çıx N. Mənfi, müsbət 1. Müsbət M. Müsbəti mənfiyə vuranda mənfi 3. Üstə gəl 1. Baxaq. Mənfi M-lə müsbət M ixtisar getdi. N-lə N ixtisar getdi. 1-in üstünə 1 gələndə 2. 2-dən 3-ü çıxanda mənfi 1. Cavab yenə alındı mənfi 1. 8-ci sual. Belə bir modulumuz var idi. Sizə anlatdım. Bu ikisini görəndə ağlınıza tərəzi gəlir. Demişdim, tərəzinin biri var, qoluna bir dənə modul qoyarsan. Biri var, 2 dənə modul qoyarsan. Həmişə 2 dənə daha böyükdür, amma bərabər olduğu hallar da olur. İndi 18 çıx. X üstə gəl Y.
bölünsün 2 dənə modul x üstə gəl y-in ən böyük qiymətini tap. Uşaqlar, ifadənin ən böyük qiyməti olması üçün 18-dən ən kiçik bir şey çıxmalıyam da, hə? Balaca bir şey çıxım ki, ifadənin qiyməti ən böyük olsun. Ən kiçik bir şey çıxmaq üçün hər şey sürətlə düzdür də, sürətin qiyməti də ən kiçik olmalıdır ki, yəni modul x üstə gəl y-in, uşaqlar sürətə baxın, ən kiçik qiyməti. Ən kiçik qiyməti nəyə bərabərdir? Bildiniz nəyə? Elə modul x üstə gəl y-ə bərabərdir. Normalda modul x üstə gəl y-dən böyükdür. Amma ən kiçik halda nədir? Bərabərdir. Ona görə yerinə qoyuram modul x üstə gəl y. Bölünsün 2 dənə modul x üstə gəl y. Bunlar gedir. 18 çıx 2-də 1. 2-də 1 0.5 deməkdir. 18-dən 0.5-ə çıxanda 17,5 qalır. Yəni oldu cavab 17,5. 10-cu suala da baxaq. Dedim sizə nə dedim? 2 dənə modulun cəmi nə vaxt 0-dır? İçləri 0-a bərabər olanda, yəni uşaqlar, yazıram x çıx a üstə gəl 3 bərabərdir 0. Bir də yazıram y üstə gəl b çıx 13 bərabərdir 0. X çıx a bərabərdir -3. Y üstə gəl b bərabərdir müsbət 13. Mənfi 13 oyuna keçirirəm müsbət 13. İndi uşaqlar 2 dənə tənliyi aldım. Həmişə nə edirdim? Alt-alta yazırdım. Bizdən də a çıx b-nin fərqini istəyir. Gəlin elə alt-alta yazaq görəcəyik. X çıx a -3. Y üstə gəl b 13. X ilə y-in uşaqlar cəmini 5 verib. Cəmini 5 veribsə, onda mən bunları cəmliyim də. X ilə y-i cəmləyəndə x üstə gəl y. Mənfi a ilə b-ni cəmləyəndə, gəlin yazım elə bu şəkildə. Mənfi 3-ün üstünə də 13 gələndə, yəni uşaqlar 13-dən 3-ü çıxın 10. X üstə gəl y orada verib ki 5. 5. Uşaqlar həmişə birinci müsbəti yazın, sonra mənfini yazın da. 5 üstə gəl b çıx a bərabərdir 10. B çıx a-nı tapdım ki, 5 üstə nə gələndə 10 eləyir? 5. B çıx a 5-dir, amma bizdən a çıx b-ni istəyir. Nəyinsə yerini dəyişəndə qabağına nə atıram? Mənfi. Yəni a çıx b -5-dir. Gəlin axırıncı dediyimi bir də deyim uşaqlar. Məsələn, x çıx y 3-dürsə, y çıx x-i tapanda yerini dəyişirəmsə qabağına mənfi atıram. -3-dür. Məsələn, a çıx b 2-dirsə, yerini dəyişirəmsə qabağına mənfi atıram. -2-dir. C çıx d 7-dirsə, d çıx c-ni tapanda qabağına mənfi atıram. -7-dir. Bu qədər. Uğurlar, ciddi olun. Ciddi yanaşın. Xırdadır, amma çox da rahatdır. Özü çox